Uşaqlar, tənliklər sistemi 5-ci bölmə. Sistem qurmaqla məsələ həlli. Başlayaq birinci sualdan. Deyir ki, 2 dənə müsbət ədədin fərqi 8-dir. X sıx y 8-dir. Hasili isə 65-dir. Bunu fikirləşmək olar. Vuranda 65, eləyən ədəd ya 1 ilə 65-dir, ya da 13-lə 5-dir. Çıxanda 8 eləməsi üçün 13-lə 5-dir. X 13-dir, y 5-dir. Sizə də deyir ki, bu ədədlərdən kiçiyini tap 5. Və yaxud belə sistem kimi həll eləsə, yuxarıdan x-i tapaq, 8 üstəgəl y, əvəz etmə. Gətirib aşağıdakı təyinlikdə x-in yerinə həmin qiymət yazır. Yəni bu x-i götürüb yerinə yazacağım. 8 plus y vur y bərabərdə 65. 8y plus y kvadrat çıx 65 bərabərdir 0. Yəni bu normal təyinlik formasına salsa, vuranda mənfi 65 edib, toplayanda da mənfi 8 eləyən ədəd mənfi 13 ilə müsbət 5-dir. Mənfini götürənməyi müsbət edir. Ədədin biri 5-dir. O birisi də 13-dür. Sən kiçiyini istədiyi üçün 5. Belə də yaza bilərsin. 13. Nə? 13 yox. 2. Cəmi 6, fərqi 4 olan ədəd tap. Cəmi 6, x plus y 6-dır. Fərqi isə 4-dür. Aldım sistemi. Y-lər getdi. 2x bərabərdir 6 ilə 4. 10, 12-yə böldüm 5. 5-in üstünəsi gəlsəm 6 edir. O bir ədəddə 1. Sənə də deyir bu ədədlərin hasili, yəni x, y-yə bu. Elədir 5. Deyir ki, Nahidlə Aysun birlikdə 300 manat pulu var. Nahid pulunun yarısını Aysun'a verirsə, uşaqlar bunu təyinliklə də eləmək olar. Sistem dediyi üçün sistem quracaq. Nə deyir? Nahidlə Aysunun birlikdə 300 manat var. Ta ki, Nahidin puluna deyirəm x, Aysuya da deyirəm y uşaqlar. Deyir ikisinin birlikdə 300 manat var. Sonraki cümləni oxuram. Nahid pulunun yarısını Aysuya verdi. Nahidin pulu oldu x bölü 2. Aysunun pulu isə oldu y üstə gəlinsin x bölü 2. Yəni Nahidin nə qədər pulu varsa öz pulunun yarısını Aysuya verdi. Aysunun y var idi. Nahid də x plus 2 verdi deyə Aysunun pulu oldu y plus x bölü 2. Və bu zaman Aysunun pulu Nahidin pulundan 2 dəfə çoxdur. Bu 2 dəfə çoxdursa bunu yox, bunu 2-yə vurmuş olaraq. Həmişə Aysunun pulu çoxdur deyə Aysun yox, Nahidin pulunu 2-yə vurmuş oldu. Sizdən soruşun Nahidin neçə manat pulu var? Yəni sizdən x-i tapmaq istəyir. Alın sistemi həll edək. Deməli, x plus y bərabərdir 300. X, y keçirdim o tərəfə, çıx y bərabərdir x bölü 2. Nə baş vermiş oldu uşaqlar? Əslində gəlin x bölü 2-də keçim o tərəfə, çıx x bölü 2 bərabərdir 0. Deməli, bu ikilər ixtisar getdi, x qaldı, y keçirdim, x bölü 2-ni də keçirdim, bərabərdir 0 oldu. İndi gəlin hesablayaq, x plus y 30-dur. X çıx x bölü 2, x bölü 2 0,5x-dir. 1x-dan 0,5x çıxanda 0,5x qalmış olur. Çıx y-də öz yerində, y-lər getdi, x-la 0,5x eləyir 1,5x, bərabərdir 30-la da 0 edir 30. 30-u da 1,5-ə böləndə eləyir 20. İkisi tapdıq 20. Sizə qaldı 20 yox, 300 bölü 15 edir. Bəli, 20. Dəqiqə. 300 manat pul var, bura 30 yazmışam. Bəli. 300 olanda 300-ü 1,5-ə böləndə 200 eləmiş olur. Nahidin deməli 200 manat pul varmış. Bizdən Nahidin pulunu istəyir, yəni x istəyir. Tapdıq, heç y-yə ehtiyac yox. Davam edirik. 6-cı sualla. Kater çayın axını ilə, daha doğrusu 5-ci sualdan, axının istiqamətinə sürəti 16-dır. Deməli, axın ilə sürəti 16-dır. Axına qarşı 10-dur. Deməli, axın ilə deyirsə, katerdən çayı toplayırıq. Deyək, katerin sürətinə x, çayın sürətinə də y uşaqlar. Axın ilə sürət dediyi üçün x ilə y-in cəmi 16-dır. Axına qarşı dediyi üçün x çıx y 10-dur. Aldım sistemi, y-lər getdi. 2x bərabərdir 26. 26-nı 2-yə böldüm, x oldu 13. Bu katerin sürətidir. Bizdən çayın axının sürətini istəyir, yəni y istəyir. İndeksimiz 13-dürsə, burada 13 yerinə qoysam 13 plus y bərabərdir 16. Yəni y-imiz 3 imiş. Əssalam. İndi 7-ci sualda deyir ki, əslində 7-ci sualı ən rahat təyinliklə həll etmək olardı. 92 metr uzunluğa məhdud 2 hissəyə bölünür. Biri o birisindən 2 dəfə qısadır. Yəni birinə x-də, birinə 2x-də cəmi 96 elə. Amma sistem dediyi üçün məcburuq gəlin sistemlə eləyək.
Sistemlə necə eləyəcək? Yəni 2 hissəyə bölüblər. Birinə x deyirəm, birinə y deyirəm. Ümumi cəmimiz 96-dır və biri o birisindən 2 dəfə böyüdür. Yəni y 2x-ə bərabər. 2 dəfə kiçikdir. Yəni eyni şeydir, böyükdür, kiçikdir. Qoy yerinə x üstəgəl y-in yerinə 2x bərabərdir 96. 3x 96-dır. 96-nı 3-ə bölürsünüz. Elədi 32. Bu kiçik hissə. O birisini də istəsəydi 32-yə vuracaqdınız. 64 cm. Davam edirik uşaqlar 8-ci sualda. 8-ci sualda nə deyir? Deyir ki, 8 yeşik armud 4 yeşik alma gətirdilər və ümumi çəki 17 sentnerdir. Onda 1 yeşik armuda x deyək uşaqlar. Almaya da deyək y. 3 yeşik armud 3x. 4 yeşik almaq 4y. Ümumi 17 sentnerdir. 1 yeşik armudun çəkisi almanın çəkisindən 1 sentner çoxdur. Yəni armuddan alman çıxanda 1 edir. 1 sentner aralıdır. Və yaxud x bərabər y+1 də yaza bilərsiniz. Və salam. Bu sistemi həll etmək lazımdır. Aşağıdakı tənliyi 4-ə vuraq. Deməli, eləyir 3x üstə gəlir 4y bərabərdir 17. Aşağıdakını 4-ə vuranda 4x, 4y bərabərdir 4-ə. Y-lər getdi. 3x ilə 4x, 7x. 14 ilə 17 ilə də 4, 21. 21 7-yə böldüm. X oldu 3. X 3-dürsə 3-dən neçə çıxanda 1 edir? 2. Y də oldu 2, 8-ci. Sualda. Bizdən soruşur, 1 yeşik almanın çəkisi. Almaya y demişik. Alma 2 sentnerdir deməli. Davam edirik 9-cu sualına. Deyir ki, bir top parçanın qiyməti 35 manat. Deməli, biz 1 metr parçanın qiymətini necə tapırıq? Məsələn, Loro dildə isəlim. Gedirsən marketə, nə bilim, parça satılan yerə. Deyir ki, parçanın metrəsi 5 manatdandır. Tutaq ki, sən də oradan alırsan 9 metr parça. Deməli, nə qədər pul verəcəm? 45 manat. Necə tapdım? 9 metr almışam, metrəsi də 5 manatdan. 9-u 5-ə vururam. Burada da eyni şey tətbiq eləyəcəyik. Tutaq ki, deyək ki, 1 metr parça x manatdır. Deyək ki, topda da y metr parça var. Onda topdakı pulumuz, verilən pul olacaq x vur y. Niyə? Tutaq ki, 9 metr var topda, 5 manatdandır. Nə qədər pul verəcəm? 45 manatda vuracam bir-birinə onun kimi. Deyək ki, topdakı parçanı 4 metr artırsaq. Parça y metr edir. 4 metr artıranda y+4. Metrinin qiymətini 1 manat ucuzlaşdırsaq, metrin qiyməti x idi, 1 manat ucuzlaşdırdım. Topun qiyməti, ümumi qiymət dəyişmədi, yəni yenə 35-ə bərabərdir. Vurac, x, y çıxılsın, y, üstənsin 4x çıxılsın 4 bərabərdir 35. X vur y-in yerinə yazacağım yenə, bunun yerinə 35. 35 çıxılsın, y, üstənsin 4x çıxılsın 4 bərabərdir 35. 35-dən 35 çıxdım, 0 edir. 4x çıx, y bərabərdir 4-ə. İndi bizdən istəyir. Nəyi? Topda neçə metr parça var? Yəni y tap. Gəlin buradan y tapaq. 4x çıxılsın 4 bərabərdir y. Neynəyəcəm? Y-in bu qiymətini gətirib bu tənlikdə y-in yerinə qoyacağım. Yəni, mənim tənliyim olacaq bu formada. X vur. Y-in yerinə yazacağım. 4x çıx 4 bərabərdir 35. Vurub açıram 4x kvadrat çıxılsın 4x çıxılsın 35 bərabər 0. İskirnat 4-ün kvadratı 16 çıxılsın 4 vurasını almış 4 s'miz də mənfi 35. Edir bu 16 üstə gəl 35 4-ə 280. 280 də 4-ə 8 112. Düz yazdıq mı? Neçə dəqiqə? 35-i 4-ə vuranda səhv elədim. 35-i 4-ə vuranda 140 edir. 140-ı 4-ə də vuranda 560 edir. Bu dedik 576. Bəli. Bundan kök çıxır. Bəli, çıxır. Deməli, x1-imiz -1, yəni 4. Üstə kök altda 576 çıxır 24. Bölünsün 2, 2 vur 4. 28 bölün 8. 3,5. İkincini tapıram mənfi edir. Qiymət mənfi olanmaz ki. X oldu 3,5. Məndən x istəmir. Topda neçə metr parça var? Parçanı y istəyir. Gətir qoy, ya 3,5-i burada yerinə qoy. Y tap, ya da ki x vur y 35 deyir, burada qoyuram yerinə uşaqlar.
X-in yerine 3,5 vur y bərabərdir 35. 35 də 3,5-ə bölürəm, y oldu. Yəni 10 metr parçadır və 1 metr 3 manat 50 qəpikdən uşaqlar. Davam edirik. 10-cu sual. Düzbucaqlı şəklində olan əkin yerinin sahəsi düzbucaqlı şəklindədir uşaqlar. Baxın, bunun eninə A, uzunluğuna B deyirəm. Sahəsi dediyi üçün A vur B 2400-dür. Perimetri 200-dür. Ətrafına çəkilmiş hasarın uzunluğu 200 metrdir. Yəni perimetri 200-dür. Perimetri nətər tapıram? Toplayıb, vururam 2-yə. Perimetri, deməli, eni ilə uzunluğunu topladım, vurdum 2-yə. Deməli, buradan alırsınız A vur B 2400-dür. A plus B isə 100-dür. İndi düşünək, sistemdə kvadrat tənlik elmi olar. A-nın tabi 100 çıxıb, yuxarıda qoy yerdən vurac kvadrat tənlik həll elə. Amma ən rahat toplayanda 100, vurandan 2400 eləyirsə, bu ədədlər 60 ilə 40-dır. Toplayanda 100 eləyir, vuranda da 2400 eləmiş oldu. Keçirik 12-ci sual. Deyir ki, həyətdə toyuqlar və dovşanlar var. Deməli, nə eləyək 12-ci sualdır. Toyuqlara deyirəm X, dovşanlara da deyirəm Y. Birlikdə deyir 65 dənə başları var. Hərəsinin bir başı var. Yəni 1x üstəgəl 1y bərabərdir 35. Yəni da vur 1x yazmırıq, ona görə x üstəgəl y 35. Ayaqlarının sayı 94-dür. Toyuğun 2 ayağı var, dovşanın da 4 ayağı var. Bunların ayaqlarının sayı da 94-dür və salam. Bu sistemi həll eləmək qalır. Nə var ki? Yuxarıdakı tənliyi mənfi 4-ə vur, y-lər getsin. Ya mənfi 2-yə vur, x-lər getsin, fərqi yoxdur. Mənfi 4-ə vuraq ki, y-lər getsin. Deməli, mənfi 4x çıx 4y bərabərdir 35-i mənfi 4-ə 140. 2x plus 4y bərabərdir 94-ə. Sistemi əldə edəndə 4y-lər gedir. Mənfi 4x-in üstünə 2x gələndə mənfi 2x. Mənfi 140-ın üstünə 94 gələndə mənfi 46. 46-nı da 2-yə bölürəm 23. X nəyə demişdim? Toyuq. 23 dənə toyuq var. Başları 35-dirsə, bunun 23-ü toyuqdursa, 35-dən 23-ünü çıxıram. Yerdə qalan 12 dənəsi də dovşandır. Bizdən elə o dovşanı istəyir. Oldu 12 dənə. Davam edirik 14-cü sualımızda. Nədir 14-cü sualda? Deyir ki, motorlu qayıq 2 məntəqə arasındakı məsafəni axın ilə 8 saata, axına qarşı 12 saata gedir. Bu qayıq bu məsafəni durğun suda neçə sahada gedər? Deməli, uşaqlar, 14. Deməli, axın ilə sürəti necə tapacağıq? Axın ilə sürət, katerin sürətinə x deyək, çayın sürətinə də y deyək. Deməli, yolumuzu tapıram, sürəti zamana vuracağım. Axın ilə dediyi üçün kater ilə çayın sürətini topladım, bu oldu axın ilə sürət, zamanımızda 8. İndi axına qarşı yolu tapıram, yenə sürəti, axına qarşı sürətə katerdən çayı çıxıram, vururam zamanımıza. Zamanımız isə 12-dir. Axına qarşı 12 saat. Deməli, ikisi də S-ə bərabərsə əvəz etmə eləyəcəm. Yəni, ikisini bir-birinə bərabər eləyəcəm. İndi vurub açanda 8x, 8y, 12x, 12y. İndi x-lər bir tərəfə, y-lər bir tərəfə. Deməli, 8y plus 12y bərabərdir 12x çıx 8x. Yəni, 20y bərabərdir 4x. Hər tərəfi 4-ə böləndə 5y bərabərdir x-ə. İndi neyirəm? Bizdən soruşur. Qayıq bu məsafəni durğun suda neçə sahada gedər? Zamanı tapmaq üçün yolu sürətə bölməliyəm. Yolun yerdən bunu da qoya bilərsiniz. Heç bir fərqi yoxdur. Mən x plus y vur 8 yazmış oldum. Sürətin yerdə nə qoyacağım? Durğun sudakı sürət. Yəni, katerin öz sürəti x. İndi gətirirəm. X-in yerinə 5y yazıram. X-in yerinə 5y yazanda bu olur 5y plus y. Yəni, 6y. Vur 8. Böl x-in yerinə 5y yazdım. Y-lər getdi. 48-i 5-ə bölmək lazımdır. 48-də 5-ə bölürəm. 9-dan 16 saat. Və salam. Davam edirik. 14-cü sualdan. 15 daha doğrusu. Qutu və içindəki bir cüt ayaqqabının birlikdə kütləsi 1900 cm. Əslində sadə sualdır. 15. İndi nə deyir? Deyir ki, qutu ilə ayaqqabı bir yerdə kütləsi 1920 qramdır. Qutudan ayaqqabının bir tayının
çıxartdıqda. Deməli, tay məsələsi var. Burada qutuya X deyirəm. Ayaqqabının bir dənəsinə, yəni necə? Normal geyindiyimiz ayağımıza bir cüt ayaqqabı geyindirik də, düzdür? Birinə geyindik. Yəni normalda 2 dənə ayaqqabıdır, birini nəzərdə tutur. Ayaqqabının özünə təkcə Y deyək, bir dənəsinə. Deməli, qutu ilə ayaqqabının 2 dənəsi, yəni sağ ayaqqabı, sol ayağıma geyindim ayaqqabı. İkisi bir yerdə 1920 qramdır. Sonra deyir, qutu ilə ayaqqabının bir tayı, birini götürmür. Bir tayı 1120 qram. Boş qutunun kütləsini tapır. Yəni X-i tapır. Mənfi 2-yə vur, Y-lər gələcək və salam. Tay həll eləmirəm. İndi keçirik 16-cı suala. 16-cı sualda nə deyir? Deyir ki, otaqda 10 litrik və 6 litrik müxtəlif növ olmaqla cəmi 17 dənə duz məhlulu dolu qablar var. Deməli, 10 litrliyin sayına 10 litrlik X dənə deyək, 6 litrliyin sayına Y dənə deyək. Aha. Obşi sayıları neçə dənədir? 17 dənədir. İndi tutumuna gələk. 10 litrlikdən X dənə. Ta ki 5 dənə 10 litrlik isə bu 50 litr tutur. 6 litrlikdən də Y dənədir. Yəni bu tutumu tapmaq üçün vururam bir-birinə. Cəmi tutumumuz 122-dir. Neçə dənə 6 litrlik qab var? Yəni Y istəyir. Ona görə də 6-ya vursan Y-lər gedəcək. Gəlin mənfi 10-a vuraq ki, X-lər getsin. Mənfi 10X, mənfi 10Y, mənfi 170, 10X, 6Y, 122. Əslində mənfi 6-ya vurub, Y-lər gedib X-i tapıb, sonra yerinə qoyub Y də tapmaq olardı. Amma belə mənə daha xoşdur, belə yazdım. Mənfi 10 üstə gəl 6Y, mənfi 4Y, mənfi 170 üstə gəl 122. Yəni 170-dən 122-sini çıxırsınız. Mənfi 48. 48-də böldüm 4-ə 12-dən. Deməli 12 dənə 6 litrlik qabımız var imiş. Məsələn. On 7-ci sual. Deyir ki, avtomobil parkında avtobus və taksilərdən ibarət 12 maşının şinləri yeniləndi. Hər taksiyə birinin qiyməti 80 manat olan 4, hər avtobusa isə hər birinin qiyməti 180 manat olan 6 yeni təkər istifadə etməklə cəmi 62 şin istifadə olundu. Avtomobil parkında şinlərə nə qədər manat pul xərcləndi? Deməli, neçə avtobus var? Neçə dənə də taksi var, onu bilmirik. Amma cəmi 12 dənədir maşınların sayı. Onda taksinin sayına deyirəm X. Avtobusun sayına isə deyirəm Y. Cəmi neçə maşındır dedik? 12. X-lə Y cəmi 12 dənə maşından ibarətdir. Deməli, cəmi neçə dənə təkər istifadə ediblər? 62 dənə. Deməli, taksinin 4 dənə təkəri var. Bu olacaq 4X. Avtobusun isə 6 təkər qoyurlar bir avtobusa. Bu da oldu 6Y. Yəni, tutaq ki, belə deyim də, Lordidə 3 dənə avtobusdur. Hərəsinə 6 təkər qoyurlar, 18 təkər qoyurlar. Cəmi də 62 dənə təkər qoyurdur. Və salam. Tənliyi həll edək, X-i və Y-i tapaq. Deməli, yuxarına mənfi 6-ya vururam, Y-lər getsin. Mənfi 6X, mənfi 6Y və mənfi 72. 4X, 6Y və 62. 6Y-lər gedir. Mənfi 6X üstə gəl 4X, mənfi 2X. Mənfi 72-nin üstünə 60 gəldi, mənfi 10. Mənfi 10 da 2-yə böləndə müsbət 5. X-i tapdıq. Y-imiz də olacaq 5-in üstə neçə gəlmə 12-də? 7. Yəni, belə çıxır ki, 5 dənə taksi var, 7 dənə də avtobus var. Və deyir ki, taksiyə hər birinin qiyməti 80 manat olanlar 4 dənə təkər bağlanır. Deməli, bir taksiyə 320 manat lazımdır. Niyə? 4 təkərin hərəsi 80 manatdan bir taksiyə 320 manat pul lazımdır. Bizim də 5 taksimiz varsa 5 320-yə vurursan 1620 manat buna lazımdır. Üstə gəl 7 dənə avtobusumuz var, 6 təkər bağlanır və hər təkərin qiyməti də 180 manatdır. 6 təkəri 180-ə vururuq. 1080 manatda bir dənə avtobusun təkərlərinə sərf olunur. 7 dənə də avtobusumuz varsa buna da 7 vur 1080 manat pul sərf olunur. 7560 manat da buna sərf olunur. Toplamımız 9160 manat pul sərf olunmuş oldu.
19-a baxıram. 10 qəpiklik dəmir pulun kütləsi 2,5 qramdır. 50 qəpiklik dəmir pulun kütləsi 5,5 qramdır. 20 manat kağız pulu 10 və 50 qəpikliklərə çevirib tərəzidə çəkdikdə 290 qram alınırsa, neçə ədəd 10 qəpiklik götürülmüşdür? Deməli, uşaqlar, tutaq ki, 19-cu sual. 10 qəpiklikdən, tutaq ki, deyək, x dənədir. 50 qəpiklikdən y dənə götürülür. Ümumilikdə 20 manat kağız puldur və bunları çevirəndə 290 qram 20 manatdır ümumilikdə. Yəni 10 qəpiklikdən x dənə, 50 qəpikdən y dənəni toplayanda edir 20 manat. 20 manat da qəpiyə çevirəndə 2000 manat. İndi çəkiyə gəlirik. O deyir ki 290 qram alınır. Deməli 10 qəpiklikdən x dənədir və çəkisi nə qədərdir? 2,5 qram. 50 qəpiklik 5,5 qramdır bir dənəsi. Y dənə də bundandır. Çəki edir 290 qram. Və sağ. Sistemi həll eləmək lazımdır. Necə həll edək? Birinci uşaqlar. Aşağıda -4-ə vuraq x-dən geçsin. Gəlin vuraq. Deməli nə baş vermiş olur? 10x üstə gəl 50y bərabərdir 2000. -10x -22y bərabərdir -0, 36, 3 hətta 160. Getdi bunlar. 50x-dən 22 çıxdıq 28y. 2000-dən də bunu çıxanda 840. 840 28 bölündə 30. Deməli 30 dənə 50 qəpiklik götürmüşük. Neçə dənə deyir 10 qəpiklik götürülüb? Bizə 10 qəpiklik x-i tapmaq lazımdır. Bunu burada fərq yoxdur, qoyalım. Mən birinizdə qoyuram yerinə. 10x üstə gəl. 50-ni 30-a vururam 1500. Bərabərdir 2000-ə. 2000-dən 1500-dən çıxanda qalır yerdə 500. 10x 500-dür. 500-ü də 10-a böləndə eləyir 5 dənə. 30-u 50-yə vurdum 1500. 1500-dən bir dəqiqə 500-ü 50-yə bölən 500-ü 10-a böləndə 50 edir. 50 dənə də deməli 10 qəpiklik götürmüşük. Bizdən də bunu istəyir. Məsələn. 20-ci sual nədir? Deyir ki, hər üç şəkildə düzgün üçbucaq, kvadrat və nəsə verilibdir. Bu fırıqların hündürlükləri uyğun olaraq 18 santimdir. 17-19 santimdir. Çevrənin radiusunu tapın. Deməli, uşaqlar, baxın, birinci kvadrat, başında çevrə. İkinci, üçbucaq, başında kvadrat. Üçüncü, üçbucaq, başında çevrə. Bunların hündürlüklərini verir. Bura x deyək. Bu çevrənin hündürlüyü nə olur? Diametr. Yəni x ilə diametrin cəmi, istəyirsən kvadratla diametrin cəmi deyək, 18 santimdir. Üçbucaqla kvadratın cəmi 17 santimdir. Üçbucaqla diametri, niyə diametr? Çevrən bu diametrdə. Cəmi isə 19 santimdir. Aldım sistemi. Üçünü toplayıram. Üçünü toplayanda 2 dənə kvadrat, 2 dənə üçbucaq, 2 dənə də diametr alırsınız. Cəmi rəqəmləri də toplayırsınız 18, 19 və 17-ni eləyir 54. 2 də bölürəm. Kvadrat, üçbucaq və diametrin cəmi 27-dir. Bizdən soruşur çevrənin radiusunu tapmaq lazım. Onda kvadratla üçbucağın yerinə nə yazacağım? 17. 17 plus diametr bərabərdir 27. 27-dən 17-ni çıxıram. Diametr 10-dursa radiusu da 5-dir. Davam edirik. 21-ci sual. Nə deyir 21-ci sualda? Deyir ki, yüzlü xeyirli tamaşa salonu təmin edildikdən sonra sınarların sayı 4
vahid artdı. Deməli deyirəm ki, x sıra var və hər sırada y yer var. Deməli ümumi oturacaqların sayı x vur y oldu. Məsəl üçün ayrı 5 sırada, hər sırada da 12 yer var. 5'e vuram 12, tapıram ki 60 nəfərlik yer. Bura toplam 140 nəfərdir. İndi nə deyir? Deyir ki, təmirdən sonra sıraların sayı 4 vahid artdı. Sıranın sayı x idi, oldu x plus 4. Yerlərin sayı isə 4 vahid azaldı, oldu y çıxı 4. Bərabərdir. Yenə 140. Ümumi sayı dəyişmirdi. Bir təmirdən sonra salonda neçə sıra oldu? X plus 4. X'i tapıb üstünə 4 verəcəksiniz. Vur aç mötərizəni həll elə. Əslində bu bir növ 9-cu sual. Eyni şey. 9-cu suala baxıb məsələyə mötərizəni vurub açıb tənliyi həll edərsiniz. Keçirik 22-ci şəklə. Deyir ki, diaqramdır. A və B-dən ümumilikdə 200 ədəd məhsul satılıb. A ilə B ümumi sayı 200 dənədir. A-nın bir dənəsi 10 manatdandır. B-nin bir dənəsi isə 15 manatdandır. Ümumi gəlir də 2600. Bu sistemi həll edib sizdən A-nın sayını istəyir. A-nı tapmaq lazımdır. Yuxarıda mənfi 15-ə vurun. Tərəflərə toplayın. A-nı tapacaqsınız. Hesabını mənfi 15-ə vur. B-lər gedəcək. A-nı tapacaqsınız. Daima yazmıram. Mesela bu məsələni ya da qoyun yazım. Mənfi 15A çıxılsın mənfi 15B bərabər 215'ə mənfi 300. Aşağıda 10A 15B 2600. Buradan B'lər gedir. Mənfi 15A'nın üstünə 10A gələndə mənfi 5A. Mənfi 3000 üstünə 2600 gəndə 400 mənfi. 400'ü də 5'ə böləndə eləyir 80. A oldu 80. İndi keçirik 23-cü məsələyə. Nə deyir 23-cü məsələ? Deməli, 23-cü məsələ. Deyir ki, müştəri 148 tutumu 148 olan oteldə cəmi 60 ədəd 2 nəfərlik və 3 nəfərlik otaqlar var. Tutaq ki, 2 nəfərlik otaqların sayına deyirəm ki, x dənə. 3 nəfərlik otaqların sayına 3 nəfərli otaqların sayına deyirəm, y dənədir. Toplam neçə otaq var deyir? 60 dənə. X plus y 60 dənədir. 2 nəfərli otaqların tutumunu soruşsa 2x. Yəni 5 dənə 2 nəfərli otaq varsa orada 10 adam qala bilər. 3 nəfərli otaqlarında tutum olacaq 3y. Cəmi neçə yer tutur? 148 yer tutur. Sistemi həll edirik, x, y tapırıq. Məsəl üçün, mən yuxarıda mənfi 3'ə vururam. Deməli olur mənfi 3x mənfi 3y mənfi 180. 2x plus 3y bərabərdir 148. 3y'lər getdi. Mənfi 3x'in üstünə 2x gəlir mənfi x. Mənfi 180 üstünə 148 gəlir mənfi 32. Mənfi böldü müsbət. X elədi 32. 32 üstünə neçə gəlir 60 eləsin? 28. Y də oldu 28. İndi nə deyir? X-də tapdıq, Y-də tapdıq və nə deyir? 2 nəfərli otaqların 75% doludur. Onda boş nə qədərdir? 25%. Yəni 2 nəfərli otaqları, yəni 32 otağın 25% boşdur. 32'nin 25%. 100'dən 25 xəsəllədim 4, 32'ni də böldüm. 8 dənə otaq. 2 nəfərli otaq. 2 nəfərli otaqların isə, bir dəqiqə, 3 nəfərli otaqların isə 25% doludur. 25% dolusu 75% də boşdur bunun. Bundan bunu böldüm 3, 4. Bundan bu getdi 7. 21 dənə də 2 nəfərli otaq boşdur. Deyir ki, daha doğrusu 3 nəfərli otaq boşdur. Deyir ki, ən çoxu neçə müştəri yerləşdirmə var. Deməli 2 nəfərli otaqlardan 8'i boşdur. O 8 otağın hərəsində 2 adam yerləşsə 16 adam yerləşəcək. 3 nəfərli otaqlardan da 21'i boşdur. 21 otağın arasında 3 nəfər qalsa 63 adam da burada qalacaq. 16'ını 63'ü toplayırsınız. 79 nəfər yerləşə bilər. İndi uşaqlar keçirik 25-ci sual. Deyir ki, şirkətdir. 4-cü mərtəbəsində mühasib və menecerlərdən ibarət 22 nəfər işləyir. Deməli, mən mühasiblərə deyirəm x, menecerlərin sayına da deyirəm y. Hopşu, bunların x'i bir yerdə 22 adamdır. Hər bir mühasib 1200 manat alır. 1200 x müsahibə x demişik. Menecer isə 800 manat alır. Bu da oldu 800 y.
Cəmi 21.600 maaş alıb. Sistemi həll edən mühasibin də menecerində sayını tapa bilərsən. Bizdə menecer istəyir, yəni Y istəyir. Nə var ki, yuxarıda mənim 800 var, sistemi həll eləyək və yaxud mənfi 1200 var, x-lar getsin. Dahi mən həll eləmirəm onları. Özünüz həll edərsiniz. 27-ci məsələyə baxıram. Deyir ki, çörək mağazalarının çatdırılması üçün 2 avtomobildən istifadə edilir. Birinci avtomobilin tutumu 600-dür, ikinci avtomobilin tutumu 800-dür. Gün ərzində ikisi bir yerdə 9 dəfə gedib gəliblər, çıxış ediblər. Deməli, uşaqlar, birinci avtomobil, tutaq ki, zavoddan x dəfə çıxıb, ikinci avtomobil zavoddan y dəfə çıxıb. X-i bir yerdə 9 dəfə çıxıb. Yəni, bu 4 dəfə gedib gəlib, 5 dəfə tutaq gedirəm. İndi nə deyir onlardan? Birinci avtomobil 600 dənə çörək tutur, 600x. Tutaq ki, birinci avtomobil 4 dəfə gedib, hər dəfə 600 çörək aparır. İkinci də 5 dəfə gedib, hər dəfə 800 çörək aparır. Bunun tutumu 8-dir. Və obşi 6200 çörək çatdırıblar bunlar. Vəssalam. Sizdən soruşur, birinci avtomobil gün ərzində neçə çörək aparıb? Yəni, bizə lazımdır bu 600x. X-i tap, tutaq ki, 5 dəfə gedib, məsəl üçün. Vuracaqsan 6-ya vəssalam. Bunu da əldə eləmək üçün yenə yuxarıda mənfi 800-ə vur. Y-lər gedəcək. Yuxarıdakı tənli kimi də elə bilin ki, mənfi 800x, mənfi 800y, mənfi 7200. Aşağıdakı tənliyi də olduğu kimi köçürdüm. 6200. 800y-lər getdi. Mənfi 800-ün üstünə 600 gələndə mənfi 200x. Mənfi 7200-ün üstünə 6200 gələndə mənfi 1000. 1000-i də 200-ə böləndə 5. Yəni, birinci avtomobil 5 dəfə gedib və hər dəfə 600 çörək aparıb gətiribsə, 506-ya vurarsan, eləyəcək 3000 dənə çörək daşımış oldu. Sonra, uşaqlar, 29-cu suala baxıram. Nə deyir? Usta 24 metr uzunluğu olan məfdili bərabər hissələrə böldü. Əgər usta həmin məfdili uzunluğu 60 cm az olan hissələrə bərabər bölünsəydi, alınan hissələrin sayı 2 vahid artardı. Deməli, uşaqlar, usta əvvəl bilmirik o parçanı neçə metr uzunluğunda bölüb və neçə hissəyə bölüb, düzdür? Ona görə də deyirik ki, usta x hissəyə bölüb və hər hissə y santimetrdir. Deməli, tutaq ki, 5 yerə bölmüşəm, məsəl üçün deyirəm. Hərəsi 80 santimsə parçam nə qədərdir? 5-80-də vuracam da. Deməli, x-i y-ə vuranda beləyir 24 metr. 24 metrdə santimetrə çevirdim 2400. Sonra nə edir? Əgər usta həmin məfdil uzunluğu 60 cm olan az hissələrə bölsəydi, uzunluğum y santimetr, 60 santim az hissələrə bölsəydi, alınan hissələrin sayı 2 vahid artardı. İstəyən sayı olardı x plus 2. Bərabərdir 2400. Vəssalam, bunu həll eləmək lazımdır. Bu da 9-cu məsələni eyni tipdə həll olunur. Vur, aç, hesabla. Deməli, uşaqlar, deyir ki, 31 32 yazacağım. Deyir ki, cədvəldə bir ailənin bir ayda 2 büdcəsi və xərclər vermişdir. Ananın maaşı yol xərclərinin 3 mislindən. Ananın maaşı x-dir. Yol xərcləri y-dir. Y-in 3 mislindən 295 manat çoxdur. Evin ümumi büdcəsi xərclərdən 270 manat çox olarsa. Evin ümumi büdcəsi xərclərdən 270 manat çox olarsa, bu deməkdir ki, evin ümumi büdcəsindən xərcləri çıxanda qalır yerdə 270. Evin ümumi büdcəsinə gələk. Ümumi büdcə nədir? Atanın maaşı ilə ananın maaşı. Bundan xərcləri çıxanda, gəlin xərclərimiz nə hansılardır? 85 manat kommunal, y manat yol xərci, 1000 manat kredit, 1267, gəlin bunları toplayaq da. 1267 qidadır. Bunun üstünə gəlirik 523 manat geyim xərci. 1790. Üstünə gəlir 1000 manat da kredit. 2790. Üstünə gəlir 85 manat da kommunal xərcdir.
2875 manat və üstə gəl Y manatda yol xərcidir. Bundan bunu çıxanda qalır yerdə 270 manat və salam. Demək əldə eləmək nə var ki, x bərabərdir 3y plus 295-də. Aşağıdakını açıram. 2200 plus x çıx 2875 çıx y bərabərdir 270. Və salam. Gətirib x-in yerinə də bunu qoyacam. Deməli 2200 üstə gəlsin. X-in yerinə yazıram. X-in yerinə yazıram 3y çıx üstə yerdə dursun. 295. Çıxılsın 2875 çıx y bərabərdir 270. 3y qaldı. Bir dəqiqə. 3y-dən y çıxdım. Oldu 2y. Baxın bu 3y-dən y çıxdım. Qaldı 2y. İndi ədədlərə gələk. 2200 ilə 295 toplayanda 2495 edir. 2875-dən də çıxıram 2095. 380 mənfi 380 bərabərdir 270. 270-in üstünə 380 gələndə eləyir 650. 650-ni də 2-yə böləndə 325 manat. Bizdən soruşur, ananın maaşı nə qədərdir? Yəni bizə x lazımdır. Biz tapdıq y-i, yəni yol xərcini. Ananın maaşı da budur. 3-ü vururam 325-ə. 3-ü 325-ə vuranda üstünə də gəlirəm 295-ə. Gəlin bura. 325-i 3-ə vuranda 975. Üstünə də 295 gələndə 1270 manatda ananın maaşı oldu. Deyir ki, 33-cü sualda 50 turistin daşınması üçün 150 turistin daşınması üçün bunun üçün hər birinin eyni sayıda yer olan bir neçə avtobus ayrıldı. Avtobusların ümumi tutumu 150 yer. Deməli, uşaqlar, avtobusun sayını bilmirik. Avtobusun sayı olsun x, tutumu da olsun y uşaqlar. Deməli, 150 yer idi ümumi tutum. Deməli, uşaqlar, avtobusun sayını bir avtobusun tutumuna vuranda alın. Məsəl üçün deyirəm ki, 10 avtobus gəlir. Tutaq ki, hərəsi 15 nəfər tutur. Yəni 150 adam daşınacaq. Deyir ki, 18 turist çox gəldiyi üçün bir ədəd eyni tutumlu avtobus əlavə edildi. Yəni avtobusun sayı x idi. İndi bir avtobus əlavə olundu. Avtobusun sayı oldu x plus 1. Və hər avtobusa 2 turist az mindi. Yəni tutaq ki, avtobusda 15 yer var idisə, indi 13 adam mindi. İkisi boş qalıb. Və bu zaman adamların sayı oldu 150 plus 18. Çünki niyə 18 nəfər artıq qalıb? Vurac tənliyi həll edər. Bir növ 9-cu misal kimi vurub açasan, x, y yerine 150 qoyarsan, alınan tənliyi həll edəcəksiniz. Bu qədər sadə bir tənlikdir. Özünüz həll edərsiniz.